Siz kimsiz kiminsə başını kəsirsiniz, hansı əsasla? Sən kimsən, nəçisən, nəyə qulluq edirsən? Baxa bilmirsiniz, baxmayın o zibilə. Biraz özünüzə çəki düzən verin, hörmət edin. 2 gündür ölkənin gündəmini bir aparıcının dediyi söz zəbt edir. Və burada qəribəsi bilirsiniz nədir? Ona hələ də sübut etmək olmayıb ki, siz düzgün danışmırsınız. Dünən bir videosuna baxdım, deyir ki, mən o mənada demədim, mən bu mənada demədim, nəysə də üzürlü sayın. Mən düz demişəm, sizdən kimisə xəttinə dəyibsə üzürlü hesab edin. Deməli, bu aparıcının verilişi bağlanıb. Onunla yetinməyiblər, kanalın 24 saatlıq fəaliyyətini dayandırıblar. Həm də Kanal S-in rəhbərliyindən media haqqında qanuna uyğun fəaliyyət göstərmələrini tələb ediblər. Ortada bu boyda söhbətlər çevrilir. Axırda aparıcı deyir ki, mən nə demişəm? Aparıcının dediyi sözə verdiyimiz reaksiyanı kaş bir çox hadisələrdə verə bilək. Bəzən gözümüzün qabağında elə şeylər olur ki, bu aparıcının sözündən qat-qat ziyanlıdır. 2008-ci il təvəllüdlü uşaq 39 yaşda anasını öldürüb. Bu zehniyyətdə uşaqların böyüməsi o aparıcının dediyi sözündən qat-qat təhlükəlidir. Bu təfəkkürün axırına necə çıxaq? İnsanların uça bildiyi dövrdə bunlar necə mağara adamı kimi yaşaya bilir? Rəylərdə 17 yaşlı qatilə haqq qazandıranlar hamısı potensial qatildir. Onların hamısını bir-bir dəvət edib soruşmaq lazımdır ki, sən kimsən, nəçisən, nəyə qulluq edirsən? Allah bilir nə edib öldürüb də, qeyrətli oğul. Sırf bu təfəkkürə görə minlərlə heç nəyin üstündə ölən insan var. Həbsxanada ömrü çürüyən adamlar var. Çox uzaq getməyə bir nəfər öz yoldaşını öldürmüşdü. Məhkəmədə demişdi ki, şübhələnirdim. İstintaq aparıldı ki, bəs şübhələndiyi heç bir şey doğru deyil. Bu beyni yulmuş adam heç nəyin üstündə yoldaşını da, özünü də, uşaqları da bədbəxt elədi. Hələ bu hadisələri bir yana qoyaq. Bir də görürsən rəydə 2 nəfər futbol davası edir. Biri o birinə deyir ki, yeri bir də görüm hardasan. Bu birisi də deyir ki, sənin kimsin, başını kəsib üstünə qoyarım. Siz kimsiz kiminsə başını kəsirsiniz, hansı əsasla? Adam futbol üstündə öz millətinə belə nifrət qusar. Baxa bilmirsiniz, baxmayın o zibilə. Sizin dalaşdığınız komandanın futbolçuları axşam bir yerdə yemək yeyir. Biraz özünüzə çəki düzən verin, hörmət edin. O qədər danışmağa söhbət var, hansının danışdığını bilmir adam. Bəzən ötən illərin abu-havası üçün darıxırıq. Dünən 1 aprel idi, heç kim heç kimdən zarafat eləmədi. Heç kim heç kimi aldatmadı. Çünki insanlar indi o qədər yalan danışır ki, 1 aprelə xüsusi yanaşmırlar. Xarab maşını heç nə olmamış kimi satan adam niyə 1 aprel qeyd eləsin ki? O 1 apreldə düz danışıb ətrafı çaşdıra bilər. O bacarığını da çoxdan itir. Bəlkə də heç əvvəlindən olmayıb. Bu tip adamlar çoxdur, saysaq qurtarmayacaq. Həbsdə olan adamı azad etdirəcəm adı ilə 16 min alan adam haqqında xəbəriniz var. İndi bu 16 min alan adamın özünü həbsdən çıxardan lazımdır. Görəsən öz-özünü çıxarda biləcək içərdən. Əlin elə yağlıdır, çəkərsən öz başına. Siz bu tip adamlara necə aldanırsınız deməyəcəm. Çünki o qədər peşəkar yalan danışırlar ki, hətta özləri də inanır. Sizə başqa bir hadisə göstərəcəm. Deməli bir restoran təmir işləri elətdirdiyi üçün fəaliyyəti dayandırılıb. İndi deyəcəksiniz ki, onsuz da təmirə gedirsə fəaliyyəti olmayacaq da. Bunun nəyini məhdudlaşdırırlar? İş orasıdır ki, bu restoran təmir ola-ola işləyirmiş. Söhbət restoranın mətbəx hissəsindən gedir. Təmir də orada olunur, yemək də orada pişir. Əgər bu yaxında yeməyinizdən sement dadı, rəng dadı gəlibsə, elə bilməyin ki, sizin dad bilmənizdə problem var. Problem restoranın özündəymiş. O təmir nə qədər gecik gedə bilər ki, gözlə təmir bitsin, sonra da aç da restoranı var. O kimyəvi şeylərlə otağın havasını dəyişib orada yemək pişirərlər. Bəzi hadisələrdən elə başa düşürəm ki, bir çox yerlərin üzərində nəzarət olmasa, onlar ümumiyyətlə heç nəyə riayət etməyəcək. Havaların qızışdığı kimi gündəmimiz də qızışır deyəcəm, amma göyə soyuq havalarda sakitlik idi axı.